İyulun 19'u gece gördüğünüz kimi yağış yağır, şimşek çaxır, göy guruldayır. Bu hələ mən bu yaşıma qədər belə deyək də yayda belə yağış görməmişdim. Dünənləri yağdı, bu günləri yağdı. Bu da bir möcüzədir. Bəli, bəli. İndi birazdan da dünya çempionatı başlayır. Hardasa yarım saat qalır. Deməli, İspanya ilə Argentina. Deməli, Argentina'nın qələbəsi olacaqdır. Dünya çempionu olacaqdır Argentina. Argentina və Messi azərkeşlərini səmimi qəlblə ürəkdən təbrik edirəm. Uğurlar, uğurlar, uğurlar. Bu gözəl yağışlı havadan Messi'nin azərkeşlərini, fanatlarını təbrik edirəm bəri başdan.